Salam hörmətli Qəbələ televiziyasının izləyiciləri. Bugün sizi biz hardan salamlayırıq? Qəbələnin Qəmərvan kəndindən. Hörmətli izləyicilər, bugün sizlərlə birlikdə biz Qaya restoranından xüsusi reportajlarımızı sizə təqdim edəcəyik. Belə ki, dünyada, eləcə də Azərbaycanda öz milli kulinariyamızı özünə güvənliyi ilə və özünə məxsus tərzdə hazırlayan aşbazımız, dünyaca məşhur aşbazımız məhz Qəbələnin Qəmərvan kəndindən olan Təvəkkül Aslanovla birlikdə sizin üçün ləzzətli təamları hazırlayıb təqdim edəcəyik. Elə isə hörmətli izləyicilər, diqqətiniz bizdə olsun, izləmədə qalın. Hörmətli izləyicilər, gördüyünüz kimi gəlib çatdıq biz Qaya restoranına. Hal-hazırda daxil oluruq. Görək bizim dünyaca məşhur aşbazımız məhz Qəbələli Təvəkkül Aslanov hardadır və bizi nələr gözləyir? Hörmətli izləyicilər, biz deyəsən Təvəkkül müəllimi tapmışıq bizim məşhur aşbazımızı. Salam, hər vaxtınız xeyir. Nargilə xanım, xoş gəldiniz. Çox sağ olun, necəsiz? Teşekkürler, var olasınız. Biz Qəbələ televiziyası olaraq istədik ki, bugün sizin o məşhur yeməklərinizin və məşhur məkanınızın belə deyə çəkiliş edək və sizin o brilyant əllərinizdən hazırladığınız yeməklərin dadına baxaq və insanlara təqdim edək. Teşekkürler size. Siz ki Qəbələmizi yəni ki tanıdırsınız, canlandırırsınız, çəkirsiniz. Xoşdur bizim üçün də. Biz də şad olarıq. Əlbəttə ki hazırlayarıq. Hazır balıqları yemləyirdik, elə balıqdır bişirərik sizin üçün. Nə balıqıdır bu balıqlar? Bunlar qızıl balıq gedib, farel deyirlər. Bizdə çox dadlı olur bu sularda. Bunun dadı daha da üstələnir. Demək olar ki süper. Özünüz təbii olaraq yetişdirirsiniz. Elə buradan da belə deyək, bu məhsullardan təqdim edirsiniz müştərilərə. Əlbət ki. Bu suların özləri, yəni ki başdan çıxan sular deyənə o balıq daha da təravətli olur, daha dadlı olur. Üzr istəyirəm, bu qara balıqlar bəs nə balıqları? Eyni cürdür, yəni ki onlar biraz rənglərində fərq var. Çoxları dadında fərq axtarırlar, ancaq məncə elə bir fərqi yoxdur. Bir növ belə deyək, hörmətli izləyicilər, kənd ab-havasını özündə cəmləşdirir Qaya restoranı. Möhtəşəm gördüyünüz kimi dağların əsrarəngiz təbiəti ilə özündə vəhdət təşkil edən Qaya restoranında bugün sizləri maraqlı reportajlarımız gözləyir. Təvəkkül müəllim, sizə belə gəzintimiz zamanı qərara gəldim ki, suallarımı da icazənizlə verim. Belə ki, necə oldu? Yəni siz yəni bu restoranı açmaq qərarına gəldiniz? Neçənci ildən siz bu işlə məşğulsunuz? İlk yeməyiniz, bişirdiyiniz yemək hansı yemək olub? Zəhmət olmasa bu haqqda məlumat verərdiniz. Olur Nargilə xanım, mən 2018-ci ildən restoran fəaliyyətinə başladım. Elə bir ki 2 il fəaliyyət göstərdikdən sonra YouTube'da da yəni ki fəaliyyətə başladım. İlk yemək deyəndə Avuşnu bizdə o vaxtlar əsas da belə bir güşələrdə kebab çox məşhurdur Azərbaycanda. Hər yerdə birinci başlayanda onsuz da kebabdan başlayırlar. İndi daha da təkmilləşibdir, yəni ki müştərilərimizin təkliflərinə görə deyə, istəklərinə görə çeşidləri daha da artırırıq. İnşallah hamı razı qalar, biz də razı qalarıq. Təvəkkül müəllim, ilk hazırladığınız yemək dediniz ki, kebab olub. Bəs mənə maraqlıdır, izləyicilərimiz də maraqlıdır ki, yəni hər bir belə deyək, ümumiyyətlə aşbazlıq sənəti, yəni milli kulinariya sənəti incəsənətin bir növüdür. Əlbəttə. Yəni burada sən özün öz əl işlərini nümayiş etdirirsən. Bəs sizdə hardan? Yəqin ki bu genetik olaraq sizdə formalaşıb. Siz bəs yemək bişirməyi, hazırlamağı ilk olaraq kimdən öyrənmisiniz? Deməli, onu deyə bilərəm ki, yəni genetik ola bilər. Hardansa genetikadan keçə bilər. Ancaq hər insanın, fəal insanlarda bu vərdiş hər bir kişinin başarığı olmalıdır. Yəni ki,
Hamı evində kebab çəkməyi öyrənməlidir bu övladlarına, ailəsinə. Bizdə çölçülükdə çox işləmiş adamlar, yəni ki, acə deyək ki, bu dağlarda qoyun güdən çobanlar, onlar öz yeməyini özləri hazırlayırlar. Babalarımız da belə eləyiblər. Yəni çörəkli yeməyi də özləri hazırlayıblar. Ona uyğun gələn bir yemək də mən ən çox sevdiyim yeməklərdən biridir, daşarası yeməyi. Onun sırf kökü elə çöl həyatından, çobanların mutfağından deyək, ovçuların yeməyi deyirəm ona. Yəni ki, o vaxtlar lap qədimdən belə hansısa qablar, hansı ləvazimatlar çox olmayan müddətdə onlar çöldə ocaq qalayıblar, daşı qoyublar, qızdırıblar, üstünə ov atdıqları heyvan ətindən də qoyub, bişirib yeyiblər. Yəni ki, çox maraqlıdır. Yəni ki, bu həyat özü tələb edir. Yemək bişirmək həm sənətli, həyatın da bir nəbzi deyək də. Yəni. Və onu da qeyd edeyim ki, siz qeyd etdiyiniz kimi, demək daşarası, məşhur daşarası kababı çöl həyatına qaynaqlandığı kimi hamımızın dada sevərək yediyimiz çoban salatı da məhz çobanlar tərəfindən çöl həyatına hazırlandığı üçün gəlib bugünkü tariximizə çatmışdır. Əlbəttə ki, adları da var həmən yeməklərin. Çoban plov deyirik. Yəni ki, burada çobanlar çox sadə yeməklər bişiriblər, çox da dadı üstündə olubdur. Təvəkkül müəllim, məni maraqlandıran, eləcə də çoxsaylı izləyicilərimizi maraqlandıran bir çox suallar var idi ki, siz özünüz yerli Qəbələli, Qəmərvan kəndindənsiz. Evet. Maraqlıdır, siz Azərbaycan mətbəxini və Qəbələ mətbəxini dünyaya tanıdan bir kulinarsız, qurmansız, aşbazsız. Hansısa bir belə deyək, dünya səyahətlərinə, dünya iş forumlarına, milli kulinariyamızın özəl mətbəxini təqdim etmək üçün belə bir siz hər hansı bir təkliflər, dəvətlər almısınız? Təkliflər... Beynəlxalq yarışmalar. Beynəlxalq yarışmalar yox, belə özəl təkliflər almışam, yəni ki, restoran fəaliyyəti üçün, yəni ki, Amerikadan, Antalyadan, nə bilim Dubaydan, Dağıstandan, yəni ki, istəyirlər ki, məndən birgə bir iş qursunlar, bu işi daha da gelişləndirmək üçün, yəni ki, təkliflər olubdur, ancaq hələ ki, o barədə bir şeylər düşünməmişəm. Siz doğma Qəbələnimizi qoyub getmək istəmirsiniz? İstəmirəm, bunu çox düz dediniz, yəni mən təbiət vurğunuyam. Bir də Qəbələnin yeməklərini qoyub heç yerə getmək fikrim də yoxdur. Təvəkkül müəllim, düzdürmü ki, bizim məşhur, belə deyək, hamımızın sevərək daddığımız bozbaş Dağıstan yeməyidirmi? Elə ləzgilərin yeməyidir, Dağıstanların yeməyidir. Dağıstanların yeməklərindən xingəl var, çıqan var, yəni ki... Çıqan yemişəm, Zaqtalıdır. Bozbaş var, mən deyə bilmərəm, yəni ki, onu... Onun tarixi həqiqətən də məni həqiqətən maraqlıdır. Çünki bəzən mən xatırlayıram ki, bu biraz mübahisəli məsələdir ki, bozbaşın tarixi hardan qaynaqlanır? Və mən bildiyimə görə bu çöl həyatından qaynaqlanır. Çobanlar bişirib ilk dəfə. Amma tam dərin araşdırmasını etməmişəm. Bunu ilk dəfə Dağıstanlılar, yəni ləzgi çobanlar hazırlayıb. Ola bilər, əlbəttə ki, bayaq qeyd elədiyim kimi, yəni ki, çox böyük qatqılar hansısa yeməkdə yoxsa, o əlbəttə ki, çöl yeməyidir. Yəni ki, sadə yeməklər elə nətər deyim, çobanlar bişirər də, yəni ki. Restoranda bəs ləzgi mətbəxinə uyğun hər hansı bir yeməyi təqdim edirsiniz? Əlbəttə ki, var yeməklərimiz çoxdur, amma belə tərcihə baxır. Biz elə yeməklər var ki, onları tam menüdə qoymuruq. Yəni ki, istəyə bağlıdır, yəni ki, çoban plovdur, yəni ki, çoban soyutması, belə var, çoxdur, yəni ki, öz qatqılarım da var menülərə, yəni ki. Siz özünüz improvizasiyalar edirsiniz yeməklərə? Yəni öz, amma mən qeydiyyata almamışam, bir reseptlərim var demək olar ki. Öz qatqıları xoşlayıram yeməklərə etməyi. İndi başardığımızdan inşallah bu, nətər deyim, xidmət sahəsi kimi bu çox çətin bir işlərdən biridir. Burada işləyib, bunu ərsəyə gətirmək, bu Şükanı belə saxlamaq asan deyil. Çünki insanların hamısı bir zövqü daşımır, bir istəkdə deyirlər. Ona görə standart bir qayda olmalıdır. Biz də başardığımızdan eləyirik. O da bizim Qəbələmizin süfrə mədəniyyəti həqiqətən də çox yüksəklərdədir. Çox gözəl, çox diqqətli bir süfrə mədəniyyətimiz var. Onu istəyirik ki, tanıdaq, saxlayaq, daha da genişləndirək.
Qəbələmizdə yəni ki, turizmin çox cəlb olmağının səbəblərindən çoxdur. Yəni ki, elə Xanlar əminin fəaliyyəti Qəbələmiz üçün çox böyük bir qatqıdır. Biz də onun şagirdləri kimi bu qatqını saxlamaq istəyirik, inkişaf etdirmək istəyirik. Sağ olsun, yəni ki, belə gözəl bizim yəni ki, analarımızın reseptləri də var, onlardan da istifadə edirik. Belə məncə pis deyil. Tarixi mənbələrdən bura hər birimiz yararlanırıq. Əlbəttə. Qeyd edim ki, hörmətli izləyicilər, yəni Təvəkkül müəllimin nəzər saldığı Xanlar müəllimin adını qeyd etdi. Çox gözəl vurğuladınız. Xanlar müəllim ümumiyyətlə Qəbələmizin tarixində və restoran şəbəkələrinin tarixində, bəli, böyük imzası olan, belə deyək, ustadlardan biridir. Əlbəttə, mən onu çox vaxtları qeyd eləmişəm, səsləndirmişəm, yəni ki, başqa yerlərdə də. Xanlar əmi, məsələn, Qəbələmiz üçün, yəni ki, respublikamız üçün belə diplomsuz bir məktəb yaradıbdır. Onun restoranda fəaliyyət göstərmiş hansısa ofisiant, hansısa 5 yıldız otel onu administrator kimi qəbul edə bilir. Yəni ki, Xanlar əminin həqiqətən bu istiqamətə Qəbələnin bu restoran fəaliyyəti içində çox böyük qatqısı olubdur. Biz də onları eşqanı ilə saxlamaq istəyirik. Var olsun, ağsaqqalımızdır, Allah canı sağ eləsin. Amin. Biz də can sağlıq arzulayırıq. Xanlar müəllimi buradan salamlayırıq. Ona daha da böyük uğurlar arzu edirik. İnşallah, inşallah. Elə isə Təvəkkül müəllim, biz gəzintimizi elə burada yekunlaşdırıb keçək yeməyimizi hazırlamağa. Nə deyirsiniz? Əlbəttə ki, əlbəttə ki. Dadmaq lazımdır. Baxıb dadına nə demək lazımsa onu da özünüz görərsiniz. Dadına görə qiymət verərsiniz. İnşallah. O zaman başlayaq. Assalamu alaikum. How are you? Salam aleykum. Assalamu alaikum. We came specially from Pakistan, KPK, only for super. Pakistan, Azərbaycan, my friend. Yes, but super, my friend, too much like super. Every day YouTube. Hörmətli izləyicilər, onu da qeyd edeyim ki, gördüyünüz kimi qardaş ölkəmiz Pakistandan məhz sırf Qəmərvana, Qaya restoranına Təvəkkül müəllimi görmək üçün gəliblər ki, məhz onun hazırladığı yeməklərdən dadsınlar. Biz əbəs yerə deməmişdik ki, Təvəkkül müəllim dünyada Azərbaycan milli kulinariya mətbəxini tanıdan məşhur aşpazlarımızdan biridir. So I want to ask you, where did you see Chef Tevekkül? From YouTube, from television, or some friends recommended you to watch his videos? Where did you see the? Especially we know him only from YouTube. Xüsusilə deyir, ancaq YouTube'dan görmüşük və bilmişik onu deyir. And especially we like also the food. So we watching YouTube super. This my friend in the day 2 hours or 3 hours looking only super. Deyir ki, No work, only super. deyir, biz yəni yeməyi çox xoşladıq, xüsusilə yeməklərini də çox xoşladıq, bəyəndik və deyir, mənim dostum deyir, YouTube'u açanda ancaq ona baxırdı. 3 saat, 2 saat onun yeməklərinə, videolarına baxır, onu izləyir deyir. Thank you so much. And we came, especially we are part of, we are in Pakistan, part of KPK, same like this mountain area. But we especially came Azerbaijan, Gabala for super. Beləliklə, hörmətli Qəbələ televiziyasının izləyiciləri, demək biz gəldik əsas məsələyə. Yeməyimizin hazırlanması proseduruna. Təvəkkül müəllim, hər bir şeyiniz maşallah hazırdır. Bizi nə gözləyir? Biraz fərqli bir şey olsun deyirəm. Mən qaya döyməsi dedim. Dövmə kebab hamıda var, hamı yeyir, dadır, xoşlayırlar. Amma tərəvəz xoşlayanam, yəni ki, onu tərəvəzlə bişirəndə daha da gözəl bir dadları hiss eləmək olur. Təvəkkül müəllim, deyirlər ki, aşpazların özünə məxsus strategiyaları olur. Sizin bəs özünə məxsus strategiyanız nədədir? Kötüyünüzdə, yoxsa bıçağınızda, yoxsa beyninizdə? Məncə beynimdə. Beyninizdə. Beyninizdə formalaşdırırsınız. Yeməyin dadını bilən adam yaxşı yemək bişirə bilər. O da şərtdir.